Qarabağ Chelsea ilə bağlı oyundakı döyüşkənliyini, yəni o əzmi Napoli ilə oyunda göstərə biləcək? Mən düşünürəm ki, Qarabağ komandası Çempionlar Liqasında səfərdə daha yaxşı performans göstərən komanda kimi nədənsə, düzdür, Bilbao'da məğlubiyyətimiz var. Amma ümumiyyətlə Avrokuboklarda Qarabağ səfərdə daha yaxşı oynayır kimi nədənsə bir fikir formalaşıb və xatirələrimizdə məsələn Olympiakos kimi. Yunanistan səfərində o Karaiskakisdəki 3-0 hesablı qələbə göz önünə gəlir və ya Logoretslə maç və ya deyək ki, Ferencvarosla qarşılaşmalar xatirimizə gətirəndə səfərdə vacib qələbələr qazanmış bir komandamız var. Düşünürəm ki, Chelsea'yə qarşı oynadığımız ruhda, mübarizə əzmi ilə sizin də qeyd etdiyiniz kimi oynasaq, Napoli səfərindən xalla qayıtmaq ehtimalımız var. Xüsusilə mən digər hansı, düzdür, Napoli'nin heyətində əlbəttə ki, çox önəmli yarımdafiəçilər, De Bruyne zədəlidir, Lukaku zədəlidir, bu futbolçular yoxdur. Højlund o qədər də yaxşı qollarla başlamışdı, sonra bir zədəyə görə onda da belə deyək də artıq performansında eniş yaşandı, hətta zədəsi xeyli çətinlik yaratdı ona. Amma istənilən halda Napoli'yə gələndən bəri çox önəmli figura çevrilmiş, ötən mövsüm seriyanın ən yaxşı oyuncusu olmuş Scott McTominay var, Şotlandiyalı futbolçu. Məsələn, belə bir figurun oynadığı komandaya qarşı oynayacaq. Angissa kimi dəyərli daha bir yarımdafiəçisi var. Yəni, ümumiyyətlə oyuncularına bir nəzər salsaq, Chelsea kimi Napoli'nin heyətində çox önəmli figurlar var. Amma Napoli'nin dezavantajı nədir? Napoli'nin bir baş məşqçisi var ki, Antonio Conte. Yəni, mən onun Interdəki dönəmindən çox yaxşı xatırlayıram. Çünki bu məşqçi belə ad qazanıb. İtaliya çempionatlarındakı, əgər İtaliya seriyasında qalib gəlmək istəyirsənsə, Conte ilə işləməlisən. Avropada uğur qazanmaq istəyirsənsə, Conte ilə işləməməlisən. Çünki indiyə qədər həmişə Antonio Conte'nin bir loserlik belə deyək, göstəricisi var. Heç vaxt Avropada uğur qazana bilməyib, amma İtaliyada çox çempion olmuş məşqçidir. Məsələn, Napoli'nin çempion olmasında ötən mövsüm onun əməyi var idi. Bu mövsümdə çempion olma ehtimalı yüksəkdir, amma Çempionlar Liqasında bu komanda PSV səfərində çox fiyasko nəticə ilə, çox böyük hesablı məğlubiyyətlə üzləşdi. Evdə Eintrachtda qalib gələ bilmədi və düşünürəm ki, nə qədər Qarabağ Chelsea-dən xal alsa da, nə qədər Benfica'nın səfərdə məğlub etsə belə, İstər-istəməz Napoli futbolçularının və ümumiyyətlə İtaliyadakı hər kəsin Qarabağdır rəqib anlayışı onlarda hökm sürəcək. Yəni, meydana çıxan Napoli futbolçusunu məşqçi nə qədər proqramlaşdırıb oyuna kökləsə belə, rəqibin, misal üçün, Napoli'nin rəqibi Chelsea olsa və ya Barcelona olsa, biz necə futbolçularımızın Chelsea'yə qarşı xüsusi əzmlə hazırlaşmasından danışırıqsa, onlar da başa düşəcəklər ki, Çempionlar Liqasının bugün ən az Avropa üçün baxılan maçlarından biri bizim maçımız olacaq. Çünki Qarabağ o qədər də güclü rəqib deyil. O futbolçunun o beynində o fikir həmişə qalacaq. O oyunda oyuncuların əksəriyyətində bu yanaşma məncə hökm sürəcək. Və mən hətta bir qədər də optimist düşünüb, məsələn, Napoli'ni səfərdə məğlub etməyin mümkünlüyündən danışa bilərəm. Evdə Ajax'a məğlubiyyətin mümkünlüyü ehtimalı var. Hər kəs Ajax'ın bu mövsüm zəif çıxışından danışır. Bu arada John Eitinga göndərildi yeri gəlmişkən, məşqçi dəyişikliyi olacaq orada da. Yəni, Ajax daha gənc və istəkli futbolçulardan qurulmuş bir komandadır. Bizə qarşı təhlükəli ola bilər. Amma Napoli səfərdə oynayacağımız və ehtiyatlı oynayıb əks hücumda nəticə qazana biləcəyimiz rəqibdir. Mən belə düşünürəm. Düzdür, ola bilər ki, səfərdə məğlub olar, amma mənim fərziyəm və mənim proqnozum, düşüncələrim bu cürdür ki, biz səfərdə daha yaxşı təşkilatlanıb Napoli'dən, Neapol səfərindən xalla qayıda bilərik. Napoli'nin son oyunlarını nəzər salsaq, görərik ki, elə də yaxşı nəticələr vermirlər. Deməli, Qarabağın oyun onlar üçün də çox önəmlidir. Bəs biz komanda olaraq hansı taktika ilə çıxmalıyıq ki, daha yaxşı nəticə göstərək? Düzdür, Napoli'nin də Çempionlar Liqasında deyək ki, 8-liyə düşmək ehtimalı o qədər yüksək olmasa da 24-dən kənarda qalmaması üçün Qarabağlı oyunda qalib gəlməsinə ehtiyac var. Baxın, mən yenə də Napoli sarıdan məsələyə yanaşmaq istəyirəm. Ötən mövsüm Napoli'nin İtaliya çempion olmasındakı ən böyük faktor onların Avrokuboklarda iştirak etməməsi idi. Ancaq İtaliya seriyasını kökləndilər və İtaliyada çempion oldular. Inter həm İtaliya kubokunu, həm Serie A-nı, həm Çempionlar Liqasını qazanmaq ehtimalı var idi. 2 həftə içərisində heç birini qazana bilmədi. Amma Napoli ən azından İtaliya çempionu oldu. Çünki heç bir cəbhədə vuruşmurdu. Mən indi açığı bilmirəm, Neapollular İtaliya seriyası olmağı, İtaliya seriyasında çempion olmağı daha üstün tuturlar, yoxsa 24-liyə düşməyi daha üstün tuturlar. Mən əminəm ki, Neapolluya
soruşsan, deyərlər ki, bizim üçün İtaliya seriyasında çempionluq daha önəmlidir. Çünki çempionluq sayında, məsələn, Juventusdan, Milandan, Interdən, Boloniyadan bir neçə komanda var ki, çempionluq sayında onlar geri qalırlar. Ona görə onlar çalışar. Məncə əminəm ki, azarkeşlər də düşünürlər ki, zaten bizim Çempionlar Liqasında ya play-offda uduzduq, ya 8-də 1-də uduzduq, bizim üçün heç bir əhəmiyyəti yoxdur. Yetər ki, komanda İtaliya çempionu olsun. Və Conte'nin də bu istək, bu arzu ürəyincədir. Çünki Conte gedib heç vaxt Çempionlar Liqası çempionu olan məşqçi deyil və ya Avropada uğur qazanan bir məşqçi deyil. Ona görə də məncə Neapol klubunun prioriteti İtaliya seriyasıdır. Evdə Qarabağa məğlub olsalar belə bu Antonio Conte'nin komandadan göndərilməsini gündəmə gətirərmi? Qətiyyən olmaz. Chelsea ilə maçdakı qazandığı xaldan sonra bizim komandamızın Çempionlar Liqası turnirində hər xalı çox əhəmiyyətlidir. Amma Napolinin Çempionlar Liqasındakı hər xalı əhəmiyyətlidirmi? Deyil. Bu tərəfdən də yanaşmaq lazımdır. Yəni ona görə düşünürəm ki, Qarabağ futbolçularının arzusu, istəyi daha çoxdur, daha böyükdür və Neapollu oyunçulara qarşı səfərdə onlar 2 qat güc qoyub, yenə deyirəm, bu səfəri daha dəyərli, daha unudulmaz bir nəticə ilə yekunlaşdıra bilər. Bu oyun Qurbanovun karyerasında dönüş nöqtəsi ola bilər? Qurban Qurbanovun karyerasında dönüş nöqtəsi, yəni məşqçilər üçün Qurbanovun məşqçi karyerasına göz gəzdirəndə, dönüş nöqtəsi olan bir neçə məqam var. Məsələn, komandanı ilk dəfə Avrokuboklara çıxarması, ilk dəfə UEFA Avropa Liqasında çıxışı, sonra məsələn ötən 2 il əvvəl Braqanı keçməklə komandanın 8-də 1 finala çıxması, bu bir məşqçi üçün yeni tarixin, komanda və məşqçi üçün yeni tarixin yazılması və dönüş nöqtəsi idi. Çempionlar Liqasında Qurban Qurbanovun Neapol səfərindən qələbə ilə qayıtmaq ehtimalını göz önünə gətirsək, bu da bizim böyük beşlik ölkələri təmsilçiləri ilə səfər maçından qələbə ilə qayıtdığımız ilk görüş olacaq. Biz böyük beşlik ölkələrindən Fransa təmsilçisi ilə səfərdən, Saint-Étienne səfərindən xalla qayıtmışıq. Amma qələbəmiz varmı? Yoxdur, məncə. Ona görə də artıq Qarabağ Chelsea-dən xal almaqla böyük beşli ölkələrin hamısından xal almaq məsələsinin öhdəsindən gəldi. Qaldı qələbə qazanmaq məsələsi. Yəni, Neapol səfərində qalib gəlmiş olsaq, bu da Qurban Qurbanovun Azərbaycan futbolunda adını qızıl hərflərlə yazdırdığı karyerasına daha bir böyük hərflərlə yazılmış bir nəticə olacaq. Əlbəttə, Qurban Qurbanovun ümumiyyətlə məşqçi kimi Qurbanovun bizim üçün hər addımı, hər qazandığı nəticə istər-istəməz öz karyerasında ciddi bir dönüş nöqtəsidir, irəliyə addımdır. Amma bunu biraz dərindən düşünüb daha böyük belə deyək də miqyasda düşünməyə çalışsaq, Qurban Qurbanov Qarabağdan sonra başqa böyük bir məşqçi kimi hansısa böyük bir komandada işləmək falan potensialını düşünsəm, mən düşünmürəm hazırda yəni elə bir şeyin olacağını bir məşqçi kimi Qurban Qurbanovun gedib hansısa böyük beşli ölkələrinin birində məşqçi işləmək potensialını onun üçün nə qədər arzu olunan olduğunu deyə bilmərəm. Hazırki vəziyyətdə, çünki o da dəfələrlə açıqlamalarında bildirir ki, indiki vəziyyətdə bu komandada işləmək mənim üçün çox xoşdur, çox yaxşıdır. Əlbəttə, bir məşqçinin bir yerdə qazandığı nəticədən sonra başqa bir yerə, daha böyük komandaya keçmək potensialı olmalıdır və bu normal bir düşüncədir. Amma bilmirəm, indi bu mövsüm yekunlaşar, Qurban Qurbanov bəlkə də elə bir nəticə qazanar ki, yəni həqiqətən də çox ciddi real təkliflər olar, məsələn, böyük komandalardan. Bu baş məşqçi üçün çox böyük bir dönüş nöqtəsi olar. Ondan sonra məncə biz daha fərqli bir arzunun, daha fərqli bir ideyanın baş məşqçinin yollanacağını düşünə bilərik. Amma indiki vəziyyətdə Qurbanovun bütün məşqçilik karyerasına bağlı bütün dönüş nöqtələri yalnız Qarabağ adı ilə bağlıdır. Fərdi onun şəxsi karyerası ilə bağlı nə vaxtsa dönüş nöqtəsi etməyini heç vaxt hiss elətdirməyib. Yəni, həmişə sual verilərkən Qurban Qurbanova heç vaxt o bu barədə arzulu, istəkli və xaricdə hansısa bir komandada işləmək arzusunda olduğunu heç vaxt etiraf eləməyib. Yəni, elə bir tip insan da deyil. Amma niyə də yox, yəni biz istəyirik ki, Qurban Quranovu Milanda, Real Madriddə, Barcelona. Mən düşünmürəm ki, hansısa, məsələn, mənə qalsa Türkiyə çempionatının hansısa bir komandasında işləməsini təsəvvür eləmək istəmirəm. Ondan sonra Azərbaycan Qarabağda işləsin. Amma
böyük beşli ölkələrin hansısa bir komandasında uğur qazanmaq ehtimalını göz önünə gətirəndə bu da bizim yuxumuza girməyəcək qədər önəmli belə deyək arzulardan biridir mənim üçün şəxsən. Bu oyunda Qarabağ qələbə qazansa ilk 24-lüyə keçmə şansı artır. Vəsiqəni təmin etmə ehtimalı yüksəlir. Bəs bunu bacaracaq, düşə biləcək 24-lüyə düşmək bilsin necə? Bu ötən mövsüm ilk dəfə təşkil olundu, tərtib olundu bu sistem. Ötən mövsüm Qarabağ Avropa Liqasını çox uğursuz şəkildə bitirdi. Cəmi bir qələbəmiz oldu, o da səfərdə idi. Ötən mövsüm Çempionlar Liqasında yaxşı xatırlayıram ki, Dinamo Zagreb 12 xal qazandı, amma 25-ci oldu. 12 xal qazanan bir neçə komanda var idi. Yəni 12 xal qazandım, iş bitmir. Sənin qol göstəricilərin də yaxşı olmalıdır. Məsələn, Qarabağda bu qol göstəricisi hazırda 7 xalı var. 7 xallı komandalar içərisində sonuncudur. Çünki böyük hesabla məğlubiyyət olanda istər-istəməz o qol nisbəti dəyişir, səni mənfi aparır. Ona görə Qarabağın qol buraxmadan qalib gəlməli olduğu maçlar var ki, bu da eyni xallı mütləq komandalar olacaq. Məsələn, bəlkə 10 xallı olan 4 dənə komanda olacaq. Onlardan üçü çıxacaq, sən qala bilərsən kənarda. Ona görə play-off bir hədəf də yoxdur. Məsələn, UEFA Çempionlar Liqasında belə bir şey olsun ki, 12 xal qazanan 24-lə düşəcək. Elə bir şey də yoxdur. Yəni, ola bilər ki, 10 xal qazanan 24-lə düşsün. Elə ola bilər ki, 15 xal qazanan düşsün. Hər keçən tur Qarabağın rəqiblərinin, potensial rəqiblərinin xalsız qalması və ya az xal qazanması bizim lehimizədir. Yəni, potensial 24 komanda arasında düşə biləcək komandalar içərisində kimlərinsə xal qazanmaması, məsələn, Atletik Bilbao yalnız Qarabağı məğlub etdi. Bu turda Newcastle oldular. 3 xalları var onların. Onların ehtimalı azdır. Yəni, 24-yə düşə bilmə ehtimalı olan komandaların daha çox az xal qazanması bizim lehimizədir. Biz 10 xalla da 24-yə düşə bilərik. Amma indiki vəziyyətdə Napoli səfərindən qələbə ilə qayıtsaq, bu artıq xalların sayının daha çox olması deməkdir və istər-istəməz 24-lük şanslarımızın hər keçən tur faizinin artmasına gətirib çıxara bilər. Yəni, hər qazanılan xal, mən düşünürəm ki, bundan sonraki bütün maçlarda komandamız xallar qazansa, yəni məğlubiyyət olmayıb, hər maçdan bir xal olsa belə çıxara bilsək, Liverpool səfəri də var təbii ki, ona görə mütləq oyunlardan birində və ya ikisində qalib gələ bilsək, bu möhtəşəm olar. Amma ən azından hər oyundan xalla yekunlaşdıra bilsək, məncə 24-lük şansımız real ola bilər.